Salam əziz kitab sevərlər. Mən Laçın rayon Mehman Səfərov adına Qoz kənd tam orta məktəbinin 7 sinif şagirdi Mahmudzadə Rəna. Mən bu gün sizə bir qızın həyat hekayəsindən bəhs edəcəyəm. Bu qız həm pişikdir, həm də insan. Söhbət Niderlandlı yazıcı Enni Smirtin qələmindən Pişik qız minus kitabından gedir. Kitabda bir pişik qəfildən bir qıza çevrilir, bir insana çevrilir və o pişik həyatından insan həyatına öyrəşməyə çalışır. Amma o pişik vərdişlərini unutmur. Məsələn, murmur edə bilir, yeşikdə yata bilir, it görəndə ağaca dırmaşır, pişik dilini anlayır, dama çıxır, pişiklərlə danışır və s. O bir gün bir jurnalistlə qarşılaşır. Sonra bu jurnalistlə birlikdə onların başına çox maraqlı, çox qeyri-adi və gözəl hadisələr gəlir. Davamını siz oxuyarsınız, bilərsiniz. Kitab bizə dürüst olmağı, heyvanları sevməyi, utancaq bir insanın belə çox bacarıqlı ola biləcəyini öyrədir. Əgər həm gülmək, həm də sehirli dünyaya səyahət etmək istərsinizsə, mütləq bu kitabı oxumalısınız. Mən oxudum, çox razı qaldım. Ümid edirəm ki, siz də oxuyacaqsınız. Sağ olun dostlar, salamat qalın. Kitabla inkişaf edək.